Salam dostlar, bugün sizə ancaq və ancaq Exnes platforması haqqında danışacağıq. Çünki həm qeydiyyat haqqında, həm də dostlar burada sizinlə bir yerdə demo hesab açıb sizinlə həm alışı, satışı, komissiyalar haqqında da sizə ətraflı məlumat verəcəyəm. Burada mənim real hesabım var, yəni real hesabımı öncəki videolarda da göstərmişdim sizə və demo hesabla biz ümumilikdə necə qeydiyyatdan keçirik onu başa salacağım dostlar və burada plus işarəsini basaraq və yaxud siz qeydiyyat tamamlayaraq Exnes proqramını yüklüyürsünüz. Həmişə biz YouTube kanalının aşağısına link qoyuruq orada. O linkdən qeydiyyat olursunuz. Linkdən qeydiyyat olduğu üçün həm sizə sıfır komissiya ticarət imkanı verəcək, həm də sizə pulsuz siqnallar vermə imkanı yaradacaq. Ona görə sizə heç bir komissiya olmadan ticarət edə biləcəksiniz. Yəni bu da çox qəşəng bir şeydir ki, qara qəpik də bizə qalır. Və burada da dostlar, bu proqramı girdikdən sonra burada da qeydiyyat çünki mövcud proses keçmişəm, onu ikinci dəfə açmır. Ona görə bu ikinci prosesdən başlayır. Birinci proses odur ki, şəxsiyyət vəsiqəsi və yaxud xarici pasport fərqi yoxdur. Önlüyü arxasına proqramı yüklüyürsünüz, bütün proqramlarda olduğu kimi. Bir dənə də MyGov.az. MyGov.azı təbii ki, hər kəs bilir, yəni hər kəs bunu bilir. O MyGov.azı girirsiniz, o Finkodunuzdan falan qeyddən keçəndən sonra, yəni bu da hamıda var, çünki korona vaxtı hər kəsin bu MyGov.azda qeydiyyatı var idi da. Burada MyGov.azı daxilandan sonrası məlumatların bölməsi daxil olursunuz. Məlumatlarımı da ən aşağı hissədə, baxma burada ulduz hissə var, bax ulduz hissə, bax ulduz yandı, söndü, bax ulduzu yandırdım. Yaşayış yerim var. Bu yaşayış yerimin üstündə tıklayaraq orada sizdə şey var, PDF forması var. Üstünə basırsınız, PDF yüklüyorsunuz telefonunuza, все, onu da atırsınız Exnes platformuna, все. Olduğu üçün qeydiyyatınız hazır. İndi rahat pul vurun, pul çəkin, ticarət edin. Ona görə dostlar, bu həm də bunun üçündür ki, yəni siz burada yəni qara pulların yuyulmaması məqsədilə güvənlik ən üst səviyyədədir. Qeydiyyata keçəndən sonra dostlar, baxın burada sizə belə formalar verəcək. Yəni hansını istəyirsiniz? Yəni ən qəşəng forması Pro seçə bilərsiniz və yaxud standart seçə bilərsiniz. Çünki standart çünki hamıdan çox istifadə olunan standartdır, heç bir komissiyası olmayan qeydiyyat ilə keçidən sonra standart seçmək bu bizə üstünlük heç bir komissiya yoxdur və OK verərək continue veririk və burada da heç birini əl vurmırıq. Burada siz bu dolları dəyişə bilərsiniz. Yəni Azərbaycan manatına çevirə bilərsiniz və yaxud dollara da qala bilər. Yəni kim necə istəyirsə. Burada görürsünüz ki, fərqli valyuta seçə bilərsiniz. Yəni istəyə görədir. Biz Azərbaycan manatı davam eləyəcək. Çünki Azərbaycan manatı seçirik. Yəni dollar da eləyirsiniz. Fərqi yoxdur. Və burada da bir ad verirsiniz ki, məsələn, I am here. Mən belə verim. Все. OK verəndən sonra burada da bir parol qoyursunuz. İstədiyiniz parolu fərqi yoxdur. Hər hansısa bir rəqəm falan filan 5 məkan və qeydiyyatdan keçəndən sonra isə video tamamlandı. Bu demo hesabı. Yəni özünüzü birinci demo hesabda yoxlayın. Və dostlar, demo hesabı açan kimi görürsünüz ki, sizdə artıq hesab açıldı. Və burada depozit. Depozit nə qədər özünüzü sınamaq istəyirsiniz? Limiti yoxdur. Milyon da yükləyə bilərsən, milyard da yükləyə bilərsən. Yəni heç prosta bu mən nəzəri bir şeydir. Yəni mən məsələn özümü 1000 manatdan sınayacağam. Video 100 manat ola bilər, 5 manat ola bilər, nə qədər istəyirəm. Mən artıq hesabıma görə 1000 manat yüklədim. Və burada isə dostlar ticarət necə olur? Və bir başlayalım. Bura ticarət bölümündə trade'dir. Yəni burada istədiyiniz bir şeyə buy və sell verə bilərsiniz. Burada populyar bölmələrindən insanlar ən çox nəyə buy sell verir? Hansının alışına, satışına, neftdir, qızıldır, gümüşdür, görürsünüz ki, benzindir. Sonra burada qazdır, sonra həmçinin burada bu nədir? Metallardır, gümüşdür. Sonra burada major, yəni qarışıq valyutalardır. Burada həmçinin kripto da var. Sonra indekslər var, yəni şirkətlərin indekslər, ümumi qlobal birjada olan Nasdaq, sonra DAX, dolların qalxıb düşməyinə. Həmçinin burada görürsünüz ki, şirkətlər var. Apple-ın, məsələn, Apple düşəcəyini bilirsiniz. Apple-a sat veririk. Bax, elə, yəni çoxdur. Burada hər şey çoxdur. Ağla gələn hər şey var. Hər şey var. Yəni həddindən artıq hər şey çoxdur. Və biz məsələn Bitcoin-ə sınayaq ki, necə olur? Məsələn, Bitcoin-i açırıq belə və Bitcoin-in buradan qalxacağını düşünürük. Və 0.1 nədir? 0.1 görürsünüz ki, dostlar, burada bax 0.1, 0.2 var. 0.1 sizin, yəni qalxan faizi neçəyə vurmaq deməkdir. Məsələn, mən qalxan faizi 2-yə vurmaq istəyirəmsə 2-yə, 3-ə vurmaq istəyirəmsə 3-ə, qalxan faizi 4-ə vurmaq istəyirəmsə 4-ü seçirəm. Və biz burada isə 0.1 isə minimumdur. Yəni Bitcoin nə qədər qalxsa, mənə o qədər xeyir ver deməkdir. Məsələn, biz 0.1-ni açırıq, yəni minimumdan. Minimumunu açırıq və belə. Biz artıq burada alış əmri vermiş olduq. Və burada görürsünüz ki, artıq aktivdir. Yəni siz bura bunu ayarlaya bilərsiniz. Məsələn, mən stop qoyuram ki, məsələn 26761-dən girmişəm.
26500-ə stop qoyuram ki, yəni anidən düşsə mən cəmi 4 manat ziyanı getməklə bu işdən çıxmış olum. Amma əsas hədəfim isə məsələn 27500-dür. Mən 27500-ə getsəm 12 manat qazanacağam. Əgər buradan 300 dollar aşağı düşsə, indi səhv eləmişəm də düşsə 4 manat ziyanı getməklə mən artıq digər işlemlərə baxacağam. Bax belə okey də verib bunu yadda da saxlaya bilərik. Burada öcə əməliyyatlar avtomatik olaraq həyata keçiriləcək. Bax belə dostlar, burada da yəni qırmızını açmağın hər hansı bir önəmi yoxdur. Çünki burada bazar qiymətinə 10 dollar fərqlənir. O da boş şeydir, yəni onun heç bir önəmi yoxdur. Burada zaten qalxmağını bilirsinizsə, bu avtomatik xeyri keçəcək. Yəni siz bunu ona da vura bilərsiniz. Bax belə. Yəni bu siz bunu təkcə buy yox, satışda ev, satışda eyni dərəcədə olur. Yəni burada sat verəndə də eyni şey eləyirsiniz. Burada məsələn 10x açıram ki, məsələn qalxan faizi 10-a vursun. Və bunu da okey verəndə burada artıq baxın belə açılacaq. Və burada artıq görürsünüz 2 əmrimiz açıqdır. Və burada isə artıq gözləyirik ki, bizim əmrlərimiz, yəni gözlədiyimiz funksiya məsələn 27 mi gözləyirsə, buradan getsin 27 mi istiqamətində və orada kimi gözləyəcəyik və yaxud buna baxa bilərsiniz, baxmaya bilərsiniz. Bax belə. Ticarət edərək və heç bir də komissiya yoxdur dostlar, heç bir komissiya yoxdur. Məsələn, indi qoy biraz keçsin, əməliyyatlar yəni sizin gözünüz qarşısında olsun ki, siz də bunu ticarət edəndə biləsiniz. Yəni görürsünüz ki, burada əmrlərimiz açıqdır. Əmrlərimiz açıq olduğu halda bu əməliyyatlar getsin və sonra bu bazardır. Burası isə dostlar sizə gündəlik xəbərlər, gündəlik məlumatlar, gündəlik siqnallar verir. Yəni gündə 2 dəfə burada siqnallar yenilənir və burada hər bir şey hiss edir. Budur ki, gündəlik hərəkətlənmə hansılarda var, onu deyir sizə hərəkətlənmədir. Bu isə trading siqnal, bu isə ümumi hər gün yenilənən siqnallar verir. Siqnallar görürsünüz, bax benzinin görürsünüz ki, deyir ki, bugün 80 və 86 yəni 87 dollar qalxacaq və hansı qiymətdən görürsünüz ki 83.90-dan 84.50 qiymət arasından qalxmalıdır. Görürsünüz ki girəcək yerində deyir. Sonra qızılı görürsünüz ki bu deyir ki qızıl 1896-1890 dollara kimi gedəcək və göy xətt bunun giriş zonasıdır. Stop isə ən aşağı 1862 zonadır. Görürsünüz ki burada özü deyir long position above 1874. Biz target 1890, 1896 extend. Görürsən ki hamısını sənə özü hardan girib, hardan çıxmaq lazımdır. Onları sən deyir. Sonra Ethereum bugün görürsünüz ki girir 1534'dən giriş verib 1573, 1584 dollar kimi getmə ehtimalı var. Ona görə isə burada da sizə siqnallar verib. Və sonra isə dostlar burada siqnallardan başqa və gündəlik xəbərlər, yəni bazara təsir edən xəbərlər, Amerikanın hesabatları, sonra bu Amerikada olan dolların Mərkəzi Bankın hesabatları. Görürsünüz ki burada 3 dənə qırmızı xətt varsa, deməli bu bazara ən çox bazarın qiyməti təsir edəcək xəbərdir. Yəni ona görə bu deyir ki, bu saatda ehtiyatlı olun. Qırmızı olan şeylərdə sizə ehtiyatlı olun mənasını verir ki, yəni anidən düşüş, anidən qalxış ola bilər. Yəni ona görə də sizə baxın gündəlik xəbərləri hansı saatda isə hansı xəbərlər olacaq onlar deyir sizə və buradan isə son məlumatlardır ki, hansı nələr haqqında nələr məlumatlar çıxır. Görürsünüz ki, gold haqqında yeni məlumatlar çıxıb və gold haqqında yeni məlumatlar çıxmağı ilə goldun qalxışı davam edir. Yəni xəbərlər də bəzən birjaya yaxşı təsir göstərir. Sonra burada görürsünüz ki, Euro GPB haqqında xəbərlər, yəni 1 saat içində və yaxud müxtəlif növ xəbərlər çıxır. Burada xəbərləri oxuyaraq da sizə məlumat verə bilər. Yəni burada bunu copyright eləyib şey də ata bilərsiniz. Yəni translate də çevirə də bilərsiniz. Bax belə. Yəni gündəlik öz xəbərlərini də verir. Burada sizin performansı göstərir. Məsələn, nə qədər qazanmısan, nə qədər itirmisən, aylıq, gündəlik, həftəlik sən hesabatlar verir. Burada ümumi ticarət balansını göstərir. Və eyni ilə burada gördüyünüz kimi dostlar, Bitcoin-a buy əmri verdi. Yəni nümunə olaraq buy əmrini verdik. Yəni qeydiyyatımızı tamamlanan sonra isə biz artıq komissiya ticarət edirik. Məsələn, bu 1 qəpiklik əmri bağlayaq və close veririk və əmri bağlayaq. Yəni 1 qəpik xeyrinə, 2 qəpik xeyrinə gördüyünüz bağladıq və komissiya 0 azen. Görürsünüz, bax swap 0 azen və komissiya 0 azen. Görürsünüz ki, bax heç bir şey yoxdur. Heç bir şey. Yəni, nə komissiya var, nə bir şey var. Çox rahat pul qazanmaq. Pul çəkməyi də eyni şəkildə ötən videoda göstərmişəm. Pul çəkməyi də burada basaraq, orada kriptona pul çəkə bilərsiniz, bank kartına çəkə bilərsiniz. Amma kriptona daha rahatdır. Çünki Azərbaycanda birja aktiv olmadığı üçün biraz banklarımızda limit ola bilər. Ona görə siz kripto ilə daha rahat çəkə bilərsiniz. Kriptona çəkin Binance-a, oradan da bank kartınızda heç bir komissiya olmadan atın. Mən çox elə edirəm.
limit olmasın deyə elə eləyirəm. Bundan başqa da komissiya yoxdur və bundan da belə görürsünüz ki, burada buy əmri vermişik. İstəyirsiniz biraz gözləyək, görək bu 10x, yəni yüksək risklə girdiyimiz əmr xeyri keçəndə bizə nə qədər xeyir verəcək və o zaman mənə kimi bir yüngülvari hərəkət etsə beləsə digər məlumatları da verim və ondan sonra isə dostlar burada keçirik və kripto. Burada müxtəlif kriptolar görürsünüz ki, burada da buy sell verə bilərsiniz. Müxtəlif əmrlərlə də başqa, sonra indekslərdə də bu şeydir. Burada Nasdaq, DAX, sonra ümumi dolların qalxıb düşməyinə, sonra fransız indeksləri, yəni müxtəlif indeksləri var. Sonra stoklar var, yəni hansı şirkətlər görürsünüz ki, şirkətlər Alibabadır, sonra Mastercarddır, Apple'dır. Yəni hamısını həm alış verə bilərsiniz, həm satış verə bilərsiniz. Yəni hər iki halda verə bilərsiniz. Sonra enerji sektoruna yatırım edə bilərsiniz. Enerji sektoruna burada benzin, qaz, sonra burada egzotik qarışıq qrafikləri olanlara yatırım edə bilərsiniz. Yəni çoxdur burada, yəni çoxdur. Ona görə də burada yəni istədiyiniz hər şeydən pul qazana bilərsiniz. Yəni siz burada 1000 manat deyil, yəni 100 manatla ticarət edə bilərsiniz. Yəni burada mən məsəl üçün 1000 manat demişəm, amma bu özünüzü 100 manat yoxlaya bilərsiniz. Məsələn 100 manat bura yükləyirsən, 100 manat pis. O gəlir balans var 1098 manat olur. Belə pul çəkəndə də yoxlamaq istəsən ki, necə çəkmək olur? Belə azaldmaq istəsən balans var. Belə də demo hesabı istədiyin kimi rahat istifadə edə bilirsən. Yəni demo hesab üçün asandır. Yəni bunun da xeyri keçməyini gözləmək ki, bunu da bağlı istəyirsiniz. Videomu stop eləyim. Bu xeyri keçəndə yenidən başladacağam bir 5-10 saniyə video çəkmək üçün. Hə dostlar, bayaq videonu stop eləmişdik ki, çünki açdığımız pozisyonun xeyri keçməyini gözləyirdik və görürsünüz ki, 20 dəqiqə gözləyəndən sonra xeyri keçdi. Yəni zaman puldur, ona görə səbir lazımdır. Görürsünüz ki, baxın xeyri keçəndə də belə olur. Yəni 10 lotla. Baxın dostlar, hazırda 2 manat 50 qəpik xeyirdəsizsə, siz bunu stop edə bilərsiniz. Məsələn, neçədən girmisiniz? 26766.15. Okey basaraq siz indi anidən birdən qiymət düşsə, siz heç nə uduzmayacaqsınız. Hardan girmisinizsə, oradan çıxacaqsınız. Amma bunu tez də bağlaya bilərsiniz və bunu okey verərək və close order basaraq avtomatik olaraq desə mən bu qədərdir, bəsim tez çıxıram. Basaraq da görürsünüz ki, tez çıxdınız və 2.23 qəpik qabaq düşür. Məsələn deyirəm, amma yəni çox gözləsəz daha çox qalxa bilər. Yəni yarım saat, 1 saat, yəni buradan qalxmağın gözləyirsinizsə, gözləsəz daha çox qalxa, daha çox qazancı verir. Bax belə. Və komissiyada görürsünüz ki, 0, swap 0, komissiya 0. Bax belə dostlar, yəni həm rahat qazanmaq, həm komissiyasız ticarət etməyin üstünlükləri bax Exnesdə bunlardır. Yəni qeydiyyatdan link olmaqla siz də 0 qeydiyyatda, 0 komissiya və yaxud pulsuz siqnallar da əldə edə bilərsiniz.